2004'də zobdan əməliyyat olmuşsunuz. Ömürlük dərman atırsınız? Yəni mən 22-ci ildə ancaq başladım dərmana. Deməli, 2004'də əməliyyat olmuşsunuz, amma 20 il paşti heç bir dərman atmamışsınız. 2022'də isə başladınız dərman. Necə oldu o? O da Türkiyədə idim, həkim yoxladı. Düzdür, dəqiq bilmirəm, yüksək idi biraz. O da soruşdu ki, yəni içirsiniz dərman, gülüm yox, mənə başa heç kəs Və təyin elədilər o dərmanı. Təyin elədilər, hə. Yəni siz 2004'də əməliyyat olmuşsunuz, amma növbəti yoxlanışınız 20 ildən sonra oldu, paşti, 18 ildən sonra. Düz başa düşdüm. Qalıb o sənədlər? Yox, heç nə yox. Heç nə qalmayıb. Deyin şikayətlərinizi, hal-hazırda nə narahatçılığınız var? Baş ağrılarım çox olur. Yəni ki, bilirəm, bəlkə davleyin qalxır, bəlkə apetom ondan ola bilər. Sonra? Belə ancaq, yəni ki, bir də əllərim, bir də görsün ki, belə səhərlər dururam, ürək döyüntü çox olur. Əllərim əsir. Əllərimiz. Saç tökülmə var? Var. Saç tökülmə burada. Sümüklərdə ağrılar, keyimə, uyuşma? Var. Ayağımda ağrılar olur. O da yenə də deyirəm, yatan vaxtı olur. Yəni yatanda. Dururam, iş görürəm, eləmi? O zobun dərmanı təyin olunandan sonra şikayətlər azaldı nisbətən? Yəni ki, bunlar sonradan başladı. Yəni ki, təzəlik kimi. Hə. Deməli, sizi müayinə edəcəm, baxacam, görüm vəziyyət nə yerdədir, əməliyyatdan sonra qalıq toxumalar nə qalıb. O səhər acqarına olan dərmanın dozasını təmizləyəcəm, yanaşı 2-3 dənə dərman.